Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Növbəti ildə bütün pensiyalar artacaq, bunu iqtisadçı Eldəniz Əmirov mətbuat azı açıqlamasında söyləyib. O qeyd edib ki, bu artım kateqoriyadan asılı olaraq fərqli olacaq. Ölkəmizdə 1.103.000 nəfər pensiyaçı var, onların 65% yaşa görə, 23% əlilliyə görə, 12% isə ailə başçısını itirməyə görə pensiya alır. Gələn il bütün kateqoriyalara aid pensiyalarda artım olacaq, ancaq hər bir kateqoriya üzrə artım səviyyəsi eyni deyil. Məsələn, bu il orta aylıq pensiya 10% artaraq 538 manata çatıb. Bu isə əvvəlki illə müqayisədə orta aylıq əmək haqqının 49%-nə bərabərdir. Eyni zamanda minimum pensiya məbləği bu ilin yanvarın 1-dən 320 manata qaldırılıb ki, bu da 14,3%lik artım deməkdir. Əmirov qeyd edib ki, növbəti ildə artım pensiya məbləğlərinin indeksasiya edilməsi əsasında baş verəcək.